var. O 2 dəqiqədə heç nə kompüter bağlanır, heç bir şey olmur. Hər mərhələ, 5 mərhələnin 4-ü şifahidir. Şifahilə daxildir. 2 dənə arts keşbreyk, yəni arts keşbreyk, yəni həkim söhbəti deyək. Necə ki, Bayerində var idi, dedim, 3-cü mərhələdir. Burada ardıcıllıqlar tamamilə adamdan asılıdır. Sizə bir gün əvvəldən və yaxud da bir həftə əvvəldən sizə yazılır ki, sənin ardıcıllığın budur. Hər 5 mərhələdə başqa faldır. Misal üçün, Bayerində deyəlim ki, sənin falın hertz infarktdır. Sizin xəstəniz infarktlı xəstədir. Siz ondan anamnez toplayırsınız. Sonra yazacağınız arts brief həmin hertz infarkt falının arts briefidir. Sizdən arts keşbreykdən də sizdən həmin həmin hertz infarkt falının sualları, o xəstə bu situasiyada bu sualınıza nə cavab verdi, bu niyə belədir, niyə əmisi gilə gedib, belə deyək də, incə nüanslara deyirlər, ona Klein-Kaltenlar deyirlər. Belə, o hamısı bir falın üstündədir. Yəni, sizə Bayerində, qardaş, falın nə idi deyəndə, siz bir dənə fal deyirsiniz. Bu fal üzərindən həm anamnez falın, həm anamnez taylınız, həm arts brief, həm arts keşbreyk bu fal üzərində. Amma FAMED-də isə 5 taylın 5-də də ayrı-ayrı fallardır. Misal üçün, arts keşbreykdə sadəcə sizə deyəlim ki, hertz insuffisiyens düşüb, ürək çatışmazlığı. Sadəcə onun arts keşbreyki, yəni oraya gəlmədən gələk, bundan əvvəl biz nə danışırıq, onu deyəcəm. Demək ki, imtahandan qabaq oturuq kompüterin önünə, kompüter açılandan sonra bizim, deyəlim ki, birinci taylımız arts keşbreykdir. Ekranın sol tərəfində bizim danışacağımız bu fal gəlir. Fal da budur. Misal üçün, yuxarıda ad famili yazılır. Mesela, Əliyev Vəli. 3 gün əvvəl bu şikayətlərlə daxil olub. Bunlar hamısı yazı halda, cümlə halında deyil, söz birləşməsi halında. Misal üçün, diaqnoze adını deyir. Misal üçün, Beşverdi. Mesela, had şimersin, nə bilim, qızdırma falan filan. Misal üçün, içdiyi dərmanlar bu. Məsəl üçün, 3 gün əvvəl bunun anasında bu xəstəlik var, atasında bu xəstəlik var. Buna bu müalicə edilib, sağalıb və yaxud da hal-hazırda stasionda müalicəsi davam etdirilir deyə belə bir bizə imtahan planı çıxır. Bizim məqsədimiz, bizdən istənilən nədir? 2 dəqiqə hazırlıq, daha doğrusu 3 dəqiqə 30 saniyədir. 3 dəqiqə 30 saniyə o yazılanlarla tanış oluruq. Qabağımızda kitab, dəftər, qələm olur. İstədiyimiz qeydləri eləyə bilirik. 3 dəqiqə yarımdan sonra Zoom-da kimi görüntü açılır. Qabağımızdakı həkimdir. Başlayırıq özümüzü təqdim etməyə. Mən Əliyev Vəli, sizə bugün bir xəstəni təqdim edəcəm. O da deyir, buyur, başlayırsınız. O xəstədən siz anamnez toplayıb, siz müalicə etmiş kimi o xəstəni təqdim edirsiniz. O da sizə verəcəyi suallar Bayerindən və yaxud da digər FSP-lərdən fərqli olaraq budur. Sizə o plandan başqa heç bir sual verilmir. Misal üçün, siz şikayətlərdə sizə sual verir. Sən bunu rentgen eləmişsən? Deyirsən ki, hə, eləmişəm. Niyə hə deyirsən? Çünki aşağıda var. Mesela, rentgen defundur. Hə, deyirsən ki, bunun rentgenində, məsəl üçün, bu aşkarlanıb. Deyirsən ki, hə, mən bunu rentgen elədim, bunu aşkarladım. O da deyir, hə, yaxşı, davam et. Son başlayırız yenə danışmağa. Bu, beləcə, bu 6 dəqiqə, 11 dəqiqə çıx 3 dəqiqə 30, yəni 7 dəqiqə 30 saniyə bizim imtahanıma vaxtımız var. 7 dəqiqə 30 saniyədə onu çatdırırıq. O, zaten, yəni, genelliklə biz danışırıq. O, maksimum 1 dəqiqə danışar ya danışmaz, heç 30 saniyədə danışır. Sual verir də, o başqa heç nə demir. Amma Bayerində, misal üçün, nədir? Misal üçün, deyir ki, sənin xəstən harada işləyirdi? O da deyir ki, misal üçün, bu adam nə idi? Fağı idi, misal üçün. Yəni, bu sürücüydür. O deyəcək, fağı nədir? Misal üçün, siz ona, misal üçün, bu Bayerində imtahan gelişidir. Misal üçün, deyir ki, bu sürücü nədir? Siz ona deyirsiniz, sürücü, misal üçün, öfəndlik FK-ləri idarə edən adama deyirlər. Misal üçün. Amma FAMED-də bizə sadəcə o ekrandakı bilgilərdən sual verir. Ekrandakı bilgilərdə imtahan müddətində orada qalır. O getmir. Yəni, o 11 dəqiqənin tamamında o önümüzdə qalır. Orada işte deyirsiniz ki, bu xəstə bu şikayətlərlə gəlib, nə bilim,
bunun işte ailə anamnezində bu xəstəliklər var, bu dərmanları qəbul eləyir, bu müayinələri elədim, buna görə mən bunu stasionar yatırdım, bu müalicələri başladım, bu dərmanları başladıq, müalicə davam edir. O da sizə deyir ki, hə, sağ ol. Vaxt qutaran kimi 11 dəqiqənin tamamında ekran sağollaşıb sağollaşmamağınızdan asılı olmayaraq bağlanır. Yəni, amma bu bütün danışılanlar kayd olur deyə narahat olmayın. Yəni, siz çatdırsanız da, çatdırmasanız da. Zaten bizdə PAMED-dən bizdən tələb olunan çatdırmaq deyil. Minimum səhv, qrammatik və yaxud da ki, söz səhvi, maksimum əhatəlilik. Bizdən tamamilə çatdırmalısan deyə istəmirlər. Nə qədər çatdıra bilirsənsə, indi əlbəttə ki, indi onu 10% yox da, nə qədər çatdıra bilirsə, onu çatdırıb və səhvsiz danışa bilmək. Burada önəmli nüanslardan biri də budur. Artsaz-Gespräch taylında orada bizə xalq arasında, ona umgangssprachlich deyirlər də, cümlələr umgangssprachlichdir. Amma siz onu danışanda, onun, misal üçün, adam deyir ki, misal üçün, qarnı ora yazır ki, Schmerzen im Bauch yazır. Amma biz onu deyəndə xəstənin şikayəti olaraq nə deyirik? Hipogastrit, nədir? Misal üçün, qastrit ağrı deyirik və yaxud da ürəklə bağlı deyəndə işte deyirik ki, yəni fach begriflərdən istifadə edirik, belə deyək. Bu birinci mərhələ bitir, birinci tayl deyək. Bitdikdən sonra 2 dəqiqə fasilədir, ekran qaralıb, siz də belə nəfəs alırsınız, hətta ora belə şokolad zat da qoyurlar. Onunla yeyə bilərsiniz, nə bilim, o stres topları, stres topları falan deyə bir şey var. Onunla vaxt keçir 2 dəqiqə. Ondan sonra 2 dəqiqədən sonra deyəlim ki, ikinci tayl. Artsaz-Gespräch, 2 dənə Artsaz-Gespräch var. 2 dənə fərqli Artsaz-Gesprächdir. Qabağınızdakı adam da fərqlidir. Yenə də eyni bir başqa fal düşür. Misal üçün, deyəlim ki, divertikulitis düşüb. Divertikulitis haqqında orada danışır, orada yazılıb, bu dəfə Vəliyev-Vəlidir, yaşı falan filan. Eyni, birinci dediyimlə eyni 3 dəqiqə 30 saniyədir. Siz istəyirsinizsə tez də saxlaya bilərsiniz. Yəni, 3 dəqiqə 30 saniyəni, misal üçün, 1 dəqiqə sizə yetir, daha mənə bəsdir, mən daha çox vaxtım qalsın danışmağa. Onda 11 dəqiqədən elə ki, sizə qalmışdı 7 dəqiqə 30 saniyə, nə qədər tez saxlasaz o hazırlığı, o yerdə qalan dəqiqələr o birisinin üstünə gəlir. Bu eyni, yenə də 11 dəqiqədən sonra eyni qayda ilə, yəni dediyim kimi, burada önəmli olan tamamilə fərqli bir faldır. 11 dəqiqədən sonra yenə də ekran bağlanır, 2 dəqiqə fasilə. 2 dəqiqədən sonra deyərəm ki, 3-cü taylımız nədir bizim? Anamnezedir. Anamnezədə heç bir məlumat olmur. Sadəcə xəstənin adı olur, hazırlaşmaq üçün 30 saniyəmiz olur, 10 dəqiqə 30 saniyə vaxtımız olur. Qabağımızdakı aktyordur, yəni aktyor dediyim, yəni həkim deyil, amma xəstə də deyil. Amma özünü hansısa bir falın, hansısa bir xəstəliyin, ona nə deyirlər, azca unutdum, simulyasiya eləyir də, belə deyək. Misal üçün, bu deyəlim ki, misal üçün, unfal var, misal üçün, avtoqəza keçirib, sənin falın odur. Başlayırsan ondan anamnez toplamağa. Sadəcə anamnez toplayırsan, başqa heç bir şey. O da bəzən sual verə bilir. Misal üçün, mənim falımda xəstə, demək ki, mənim anamnezi falım pnevmoniya idi. Misal, məndən sual vermişdi ki, mənim dayım xərçəngdir, doktor. Görürsən, məndə də xərçəng ola bilər. O sizi, belə deyək də, bu çətin situasiyada nətər cavab verərsəz, onu yoxluyur. Bu tayl bizdə bunu yoxluyur. Yəni, sərbəst kontakt qura bilirikmi? Və burada heç bir qeydiyyat aparmağı istənilmir, hansı ki, FSB-də istənilir. Çünki siz xəstədən aldığınız anamnezə görə arts-brief yazırsınız. Siz xəstədən aldığınız bilgilər yadınızda qalmazsa, not etməzsəniz, arts-brief heç nə yazamayacaq. Amma burada bizdən bu tələb olunmur. Suallarımızı veririk. Almaniya hazırlaşan varsa o bilir. Almaniyada anamnezin konkret özünün sxemi var, özünün sualları var. Bir neçə mərhələdən ibarətdir. O sualları veririk. Bu da hərdən bu sual verir. Məsələn, mən ona nə dedim? Dedim ki, öncəliklə sizdən bütün məlumatları toplamalıyam. Ondan sonra müayinə eləməliyik. Müayinələrin cavabı çıxandan sonra bu barədə bir şey deyə bilər. O da dedi, hə, yaxşı.
Bu belə. Bu 11 dəqiqə bitir. Suallarınızı nə qədər bacarsa verirsiniz. Burada ən qəşəng bizdən, yəni anamnez tayıldan ən qəşəng bal ala bilmək üçün burada tuzamın fason eləyə bilmək bacarığıdır. Misal üçün, yəni özətləmək. Misal üçün, ekranda baxırıq ki, misal üçün 3 dəqiqə qaldı, 2 dəqiqə qaldı. O dəqiqələrdə ekranın üstündə yazılır. Misal üçün, deyirik ki, ay xəstə, mən səndən bütün sualları aldım. İndi bir daha sizə tuzamın fason eləmək istəyirəm ki, görüm məlumatları doğru mu almışam, sizə bunu təsdiqləyin, xahiş edirəm. Burada da biz nəyi adamlara anlatırıq? Verdiyimiz suallara alınan cavabları biz başa düşmüşük. Orada da tam bütün 10 dəqiqə özətləməyə ehtiyac yoxdur. Misal üçün, sizin dediyinizə görə siz 3 gündən bəridir qarnınız ağrıyır, 3 dəfə ağrı kəsici atmışsınız, amma bu sizə kömək olmayıb və ən son ağrı, nə bilim, dünən saat 10-da baş verib, bugün səhərdə ağrınız keçmədiyinizə görə mənim yanıma gəlmişsiniz. Düzdür mü? O da deyir, hə, düzdür. Yəni, tuzamın fason bu qədər bəsdir. Bu bitir, 11 dəqiqə tamamlanır. 11 dəqiqədən sonra bir dənə baxım görüm. Tamam, bunlar artıq. 11 dəqiqədən sonra keçirik, yenə 2 dəqiqə fasilə. 2 dəqiqədən sonra bizim 4-cü taylımız başlayır. Bu da Aufklärung eksperti. Aufklärung budur, doktorlar. Azərbaycandan fərqli olaraq və Almaniyada həkimləri insanların belə deyək də qabalığından, insanların belə qorxularından əmin etmək üçün Almaniyada belə bir şey var. Məsəl üçün, istənilən müayinə və əməliyyatlardan öncə xəstə həmin müayinə və əməliyyat barəsində Aufklärung edilir. Ona başa salınır. Əməliyyat müddətində, əməliyyatdan əvvəl, əməliyyatdan sonra nə etməlisən? Əməliyyat müddətində, əməliyyatdan sonra ortaya çıxa biləcək komplikasiyalar haqqındadır. Hətta məsəl üçün, məsələn, mən hospitalisiyada olanda bəzi komplikasiyalar vardı. Deyirdim ki, burada ölüm də ola bilər. Və o, ən sona ora qol çəkir, ondan sonra o müayinə metodu onda tətbiq olunur və yaxud da o əməliyyata girilir. Bu, Almaniyada olmazsa olmazdır. Ən önəmli sənətdir. Ən önəmli, dəhşət dərəcədə önəmlidir. Ona görə də imtahana düşən bir tayıldan biri budur. Misal üçün, qabağınızda yenə də 11 dəqiqədən ibarətdir. 3 dəqiqə 30 saniyə hazırlıqdır. Çıxır, misal üçün, qabağındakı xəstəyə apendisit əməliyyatı olunacaq. Daha doğrusu, apendektomiya əməliyyatı olunacaq. Onun gedişatını yazır orada. Misal üçün, Əliyev Vəli, məsəl üçün, 38 yaşındadır. Misal üçün, buna apendisit diaqnozu qoyulub və bu müayinə edilib, bu diaqnoz qoyulub, bu əməliyyat ona önərilib, bu Aufklärung edilib, imza çəkib, sonra əməliyyatdan öncə, əməliyyatdan sonra bunun etməsi gərəkən şeyləri ona deməlisən, əməliyyatın gedişini ona izah eləməlisən, o da yazır orada, misal üçün. Yəni, çox dərinlik demir. Misal üçün, apendisit yerində balaca bir kəsik, 3 dənə dəlik açılır, bir dəlikdən, nə bilim, üzərində kamera olan bir cihaz yeridilir, o birislərində bir başqa cihazlar yerilir, orada onu kəsilir, çıxarılır, tikilir, bu qədər. Yəni, belə dəhşətli, belə elmi şey deyil. Yəni, sadəcə orada deyilənlər, amma elmi olaraq yazılır. Bu dəfə Artsaz Gespräch'in tərsinə yazılanlar hamısı elmi fax beqriflərdir, amma biz onu danışanda Umgangssprache ilə danışacağıq. Orada deyir apendisit, amma biz orada, əgər desəz ki, apendisit var sizdə, düzdürmü? O deyəcək, doktor, apendisit nədir? Biz ona nə deməklik? Məsələn, Wurmsatzentzündung, yəni kör bağırsaq, belə deyək də, Azərbaycan necə apendisitdə kör bağırsaq demirik biz. Alman dillərində ona qurd çıxıntısı iltihabı deyirlər ona, almanlar. Bu belə, burada bu çox önəmlidir. Bunu bizdən tələb edilən budur. Yenə də adama, bu da bir həkim deyil, bir almandır, özünü qoyub artistliyə, özün yaxşı mənasında, siz ona izah edirsiniz. Sizə bu diaqnoz qoyulub, o da sizə suallar verir. Suallar sadəcə oradadır. Misal üçün, orada yazılıb ki, əməliyyatdan sonra 10 gün sonra sadəcə,
əməliyyatdan sadəcə 10 gün sonra bu adam misal üçün maşın sürə bilər. O sizə sual verir. Deyir ki, doktor, mən əməliyyatdan sonra, evə buraxılandan sonra mən öz maşınım var, məni qarşılayan yoxdur. Mən özüm gedə bilərəm. Sizə deyirsiniz ki, sizə maşın sürmək sadəcə 10 gündən sonra icazə var. 10 gündən sonra nə isə eləyin, misal üçün. Bu belə. Burada da 11 dəqiqədən sonra ekran bağlanır. Sağollaşsaz da, sağollaşmasaz da 2 dəqiqə fasilə, axırıncı taylımız başlayır. Bu art brief yazmadır. Bu 22 dəqiqədən ibarətdir. Bu bizim yazılımızı yoxlayır. Burada yazılı mərhələmizdir, sonuncu mərhələmizdir. Art brief hər zaman ən axırda gəlir, o birilər amma yerləri dəyişə bilər. Art brief isə həmişə ən sonda gəlir. Bu nətərdir? Bir YouTube videosudur. Eyni bildiyiniz YouTube videosudur. Bir adam o biri adamdan, yəni bir xəstə, bir həkim, bir xəstədə anamnez toplayır. Bu video halındadır. O anamnezi mən toplamış kimi, yəni sən toplamış kimi olub, ondan anamnez. Elə bil ki, o həkimin yerində sənsən, o xəstəyə verdiyin suallar bunlardır, ondan aldığın cavablar da bunlardır. Ondan bir art brief yazırsan. Elə bil ki, ekran bir qırağında Word dosyası kimi bir şey olur, ora basın yazmağa. 22 o videonu istənilən qədər qabağa, istənilən qədər arxaya çevirə bilirsiniz, saxlaya bilirsiniz. Video ortalama 3 dəqiqə yarımlıq videodur. Taylımız 22 dəqiqədir. Burada hazırlıq zad yoxdur. Elə direkt başlayır. Yazdığınızı kontrol edə bilirsiniz, silə bilirsiniz, hər şey. 22 dəqiqə bitəndən sonra avtomatik kayd olunur sizin yazınız. Yəni save olur və imtahan bitir. Deyirlər ki, qardaş, yaxşı yol. İmtahandan çıxırsınız, bir ayda, ortalama 4 həftədir. İndi bu dəqiqə çox girən var, dəhşət dərəcə. Məsələn, bir vaxt vardı 2 həftə idi. Amma indi 4 həftədir. 4 həftədən sonra cavab çıxır ki, sən keçdin ya keçmədin. Keçəndən sonra bir dediyim kimi də bir gün sonra sizə imtahanın urkundesi onlayn göndərilir. Onu da göndərsiniz bayerinə. Bu da FSP-dir. FAMED imtahanıdır. FAMED imtahanının üstünlüklərini bir daha sizə demiş olum. Biraz daha belə deyək, daha çox çox detaya girmiş ola bilərəm. Ona görə biraz daha tuzam müfasını eləyim mən. Birincisi, heç bir sənədə ehtiyacımız yoxdur girmək üçün. Yəni, amma FSP-də biz bir sürü sənəd göndəririk, onlar təsdiqlənir, ondan sonra bizə termin gəlir. İkincisi, FAMED istədiyimiz vaxt, istədiyimiz qədər girə bilirik, amma FSP-də belə bir şey yoxdur. Bizə ancaq verdikləri vaxta girə bilirik. Hətta biz günc termində ay seçirik. Misal üçün, oktyabrda seçirəm. Sizin imtahanınız oktyabrın 1-də ola bilər, 30-da ola bilər. Amma FAMED-də belə bir şey yoxdur. İmtahan, misal üçün, FAMED-də cavabın çıxmadan imtahana girə bilirsən, amma FSP-də imtahandan kəsiləndən sonra siz bir başqa termin ala bilirsiniz. O da ən yaxşı halda 2 ay, bay yerində 6 ay belə çəkir. Sonra milli viza alma eyni şeydir. Yəni, bay yerində termin alanda 3-4 günə milli viza ala bilirsiniz. FAMED-də də milli vizanı eyni sürətdə ala bilirsiniz. Yəni, FAMED-lə alınan milli viza ilə FSP-in termini ilə alınan milli viza arasında heç bir hüquqi fərqi yoxdur. Burada çox qəşəng bir suallar ortaya çıxa bilər ki, doktor, biz alıb Almaniyaya gəlib onu qaytara bilərikmi? Bu əslində belə deyək də, yəni hüquqi olaraq eləyə biləcək şeydir. FAMED deyir ki, termininizi 6 həftə qalıbsa pulunuzun tamamını qaytarırıq. Əgər 2 həftəyə qədər, 6-dan 2 həftəyə qədər varsa, pulunuzun 50%-ni qaytarırıq. 2 həftədən azdırsa, ciddi bir problem yoxdursa, sizin pulunuzu qaytarmırıq. Ciddi problem budur. Misal üçün, mən avariya keçirmişəm. Mən məsəl üçün, hansısa bir əməliyyat olmuşam. Hansısa bir əməliyyat olmuşam. Hansısa bir əməliyyat olmuşam. Onun sənədini onlara təqdim eləyərək, misal üçün, məndə bir özəl bir səbəb var idi. Sağ olsunlar. Hətta mənim 2 dənə terminim var idi. O həmin özəl səbəbimə görə xəstəlik deyil idi. Bir başqa ailəsəl bir şey idi. Ona görə mənim hər iki imtahanım, hər iki terminim ikisində pulunu qaytardılar. İmtahanıma 10 gün qalmışdı, misal üçün. Birinə 10 gün idi, birinə də ki 6-7, yox, birinə 10 gün idi, birində də 3 gün qalmışdı. Hər ikisini qaytardılar. Neysə, yəni FAMED-də belə bir şey var. Amma, misal üçün, siz
imtahana 2 ay qalmış, daha doğrusu termin almışsınız deyəlim ki 2 ay sonraya. Siz indi gedib bu dəqiqə viza ala bilmirsiniz. Ona görə Almaniya səfirliyi elə bir zamanda viza verir ki sizə 6 həftədən az olsun.